haqq əhli bu iş ilə fəxr etməlidir, necə ki, Peyğəmbər bu iş ilə fəxr edirdi. Əgər Peyğəmbərin gözünün önündə bir xanımın əlini qolunu bağlayıb ona zülm etsəydilər və yaxud da bir kəsə haqsızlıq etsəydilər, Peyğəmbər çox narahat olardı və onun haqqını almayana qədər o zalimdən əl çəkməzdi. Zülmü, fəsadı görüb ona susan insanların əməllərini Allah Taala pis adlandırır və belə insanlar Peyğəmbərlərin lənətinə mübtəla olublar. Allah Taala Maidə surəsinin 79-cu ayəsində buyurur: Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir. İmam Sadiq əleyhissalam bu ayənin təfsirində buyurur ki, bu ayədə Bəni İsraildən olan bu dəstəni məzəmmət edir. Onlar o kəslər idilər ki, günah məclisinə getmirdilər, günah məclisində iştirak etmirdilər. Amma o fəsad məclisi quranların, o fəsad törədən zülmkarların yanından keçəndə gülümsəyib keçirdilər. Onlara etiraz etmirdilər, onları bu işlərdən çəkindirmirdilər. Allah Taala belə insanları bu ayədə məzəmmət edir və belə insanlar Peyğəmbərlərin lənətinə mübtəla olublar. Haqq əhlinin susqunluğu zülmün, fəsadın artmağına səbəb olur. Əksinə, zülmə etiraz etmək, fəsadla mübarizə aparmaq zülmün, fəsadın azalmağına səbəb olur.